Bugün biz böyük sənətkarımız, böyük üstadımız Aşıq Ələsgərin, Dədə Ələsgərin heykəlini ziyarətə gəlmişik. Dədə Ələsgər bilirsiniz ki, mart ayının 7-sində dünyasını dəyişib. Onu almaq məqsədilə Dədə Ələsgər Ocağı İctimai Birliyi və Qərbi Azərbaycan icmasının Basakeçər icması birlikdə bugün heykəlin önündə onu yad eləməyə gəlmişik. Doğrudan da Allah ustada rəhmət eləsin, çox böyük şəxsiyyət olubdur. Biz bugün Göyçəyə gedə bilməsək də bu heykəlin önü bizim təsəlli yerimizdir. Mən ilk növbədə ölkə başçısı İlham Əliyev cənablarına təşəkkürümü bildirirəm. Həqiqətən bu heykəl bizim üçün böyük bir təsəlli yeridir. Biz inanırıq ki, çox keçməyəcək ki, ölkə başçısı da dedi, biz öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Orada Dədə Ələsgərin yenidən heykəlini inşallah bərpa edəcəyik. Və biz buna inanırıq. Allah ölkə başımıza can sağlığı versin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Uşaq yaşlarımdan mən evimizdə sazın səsi ilə, Ələsgər şeirinin misraları ilə böyümüşəm. Və bu sevgi uzun illərdir davam eləyir və bu sevgidən mən Aşıq Ələsgərə həsr elədiyim bir qəzəli səsləndirmək istəyirəm. Şeiriyyətin aləmdəki sultanı Ələsgər, şeiriyyətin aləmdəki sultanı Ələsgər, olmuşdur onun aşiqi, heyranı Ələsgər. Vəsf eylədi minlərlə gözəl afəti hərdəm, sevmiş yenə könlündəki cananı Ələsgər. Gördükdə onun ağlını çaşdırdı güləndam, qurban eləyib məşuqa biri canı Ələsgər. Bəhs eylədi bir qoşmada dağlar gözəlindən, tərif eləyib sümbülü reyhanı Ələsgər. Çərşənbə günündən dayanıb çeşmə başında, tapsın özü öz dərdinə dərmanı Ələsgər. Dağlar, dərələr mavi səma könlünə düşmüş, salmış təbiət qoynuna ünvanı Ələsgər. Açmış qıfılın sirrini ya Rəbb çözə bilsin, açmış qıfılın sirrini ya Rəbb çözə bilsin, tədris eləyib qəlbinə Qur'anı Ələsgər. Ustadına kəm baxmadı bir gün bu cahanda, almış alıdan dərsini ürfanı Ələsgər. Bir sadə qəzəl yazmışam, əşarə sığışmır, lilparə verib Tanrı bu imkanı Ələsgər. Ne güzel gündü bugün. Babamın ruhu şad olsun. Prezidentimə can sağlığı diləyirəm. Belə bir gözəl tədbiri babamın həsrətində olduğumuz Göyçə torpağında babamın heykəli qarşısında keçirək. İnşallah, inşallah. Ruhun şad olar onda baba. Gün o gün olsun. Məlahət İsmail qızı. Göyçə mahalı Basakeçər rayonu Güney kənd sakini. Yazar, publisist, tədqiqatçı. Bugün gözəl bir gündür, əlamətdar gündür. O nöqteyi nəzərdən ki, təbii Dədə Ələsgərin aramızdan aralanmasının 99-cu il dönümü. Yəni 1926-cı ildə dünyasını tərk edən bu böyük şəxsiyyət, ustadlar ustadı, Türk dünyasının, bütün şərqin, o cümlədən Azərbaycan klassik aşıq şeirinin, Göyçə aşıq meytəbinin banisi, ulu filosofu Dədə Ələsgərin anım günüdür və onun bugün Bakı şəhərinin gözəl bir yerində şəxsən Prezidentimiz İlham Əliyev cənabları tərəfindən heykəlinin, abidəsinin açılması bizə çox böyük uğurlar bəxş elədi. O mənada ki, və bir gün bu addımlar gedir və bir gün biz Ulu Göyçəmizə dönəcəyik. Aşıq Ələsgər o sənətkarlardandır ki, adım Ələsgərdir Göyçə mahalım deyərək öz yaşadığı mahalı dünya bəyan etdi. Çox ustadlar gəlib, lakin yeri yurdu bilinmədən, amma hamısından fərqli olaraq Ələsgər dədəmiz Göyçəni bəyan etdi. Göyçə isə öz oğlunu mükəmməl bir halında dünyaya bəyan etdi. Şairin sinəsi haqq bazarıdır. Satdığı kelimələr ləl mirvaridir. Alimin elmi ilə elmigarıdır. Yəni bu hər bir sözündən saflıq, ləyaqət, xəlqilik, ululuq, hikmət, nur, folklor yağan bir ustaddır Aşıq Ələsgər. Göyçənin simvolikasıdır. Göyçə
Aşıq Məktəbinin, Azərbaycan Klassik Məktəbinin fəxridir, fəxarətidir Ələsgər.